Bilirsiniz kimlər yaxşı tövbə eləyir? O kəslər ki, Allahın lütfünü bilir. Allahın lütfü bilirsiniz nədir? Bilək ki, Allah bizi çox şiddətli şəkildə sevir. Kim bilməsə ki, Allah onu sevir, üzr istəyə bilmir. Üzr istəmək ona xoş gəlmir. İstiğfar bilirsiniz kim üçün şirindir? Bilir ki, onu sevən Allahın qapısına gedib. Gərək insana əvvəl başa düşsün, insana sübut olunsun ki, Allah onu çox istəyir. Bir alimdən mən eşitmişəm, deyir, bir arifdən nəsihət istədim ki, mən minbərlərdən cəmaata nə deyim? Deyirdi ki, bacara bilsən cəmaatın hamısına, xüsusən günahkar insanlara izah elə, başa sal, anlat ki, İmam Zaman onları çox istəyir. Çox çətindir buna inanmaq. Deyirsən, İmam Zaman səni çox istəyir, cəmaat baxır, deyir, hə, niyə? Niyə məni çox istəməlidir? İnanmır, başa düşmür. Ümumiyyətlə, İmam Zaman kimdir, başa düşmür. Biz gözlədiyimizi tanımışıq, elə bilirsiniz, biz tanımamışıq.